Azərbaycan geosiyasi maraqlarında küresel dünyada özünün xarici siyasətini elan edib. Azərbaycan dövlət başçısı dəfələrlə bizim Türk ailəsindən başqa bir ailəmiz yoxdur, deyil mi? Evet. Azərbaycan prezidenti, Azərbaycan dövlətinin siyasi iradəsi deyilmi ki, Rusiya ailəsi bizim üçün prioritet siyasətdir, deyilmi? Yox. Çin üçün deyilmi? Avropa üçün deyilmi? İsrail üçün deyilmi? Amerika üçün deyilmi? Yox. Tək Türk ailəsi üçün deyib də. Sən də Azərbaycan dövlət başçısının siyasi kursunu davam etdirənsənsə, onun uğrunda mübarizə aparırsan və görüntüdə də elə fikir yaradırsan ki, sən Azərbaycan dövlət başçısının siyasi kursundasan, əksinə onun əleyhinə fəaliyyət göstərirsən və bu siyasətin içərisində ilk növbədə Azərbaycan dövlət başçısını vurursan, yalancı Azərbaycancılıq edib, Azərbaycan maraqlarını əzirsən, kimlərləsə kukulalıq eləyirsən, o kukulalığını da Azərbaycan sevgisindən ekvivalentləşdirməyə çalışma.